Bəs şəxsiyyət necə formalaşır ümumiyyətlə? Maraqlıdır, bəli. Şəxsiyyətə formalaşanlar var ki, onlar şəxsiyyətin formalaşmasına təsir edir. Məsələn, biri ailə dəyəridir. Ailədir ümumiyyətlə. Məsələn, ailədə biz görürük ki, ailədə sevgi görən uşaqlarda daha çox nə baş verir? Onlarda təhlükəsizlik hissi daha güclü olur, əgər sevgi görübsə ailədə. Və yaxud ailədə rədd edilən uşaqlar, onlar dəyərsizlik yaşayırlar çox vaxt. Nigaranlıq. Nigarançılıq, dəyərsizlik, mən dəyərsizəm. Çünki mənim vaxtında atam qəbul eləmədi, anam qəbul eləmədi, məni rədd elədilər, mənə sahib çıxmadılar. Dəyərsizlik yaşayır bu uşaq. Ancaq boşanmış ailələrdə bu çox baş verir. Digər bir məsələ ailədə, məsələn, qorxu içində böyüyən uşaqlar ancaq təşviş, şəxsiyyət pozuntusu onlar çox olur. Daim təşvişdə olurlar. Odur formalaşır. Digər bir səbəb uşaqlıq travmalardır. Uşaqlıq travmalarda insanın şəxsiyyətinin formalaşmasında önəmli rol oynayır. Zorakılıqdır, alçatmadır, təhdiddir. Bunlar insanın şəxsiyyətini formalaşdırır. Digər məsələ sosial mühitdir. Məsələn, dostlar, cəmiyyət, məktəb. Bunlar da insanın şəxsiyyətini formalaşdıran amillərdir.